Axşam xeyir olsun dostlar. Aldığım bir məlumatı sizlərlə paylaşmaq istəyirəm. Demək, Bərdədə elektron kitabxananın icazəyə verildiyi barədə məlumatlar yayılıb. İddialara görə məkan həm kitabxana, həm də kafe kimi fəaliyyət göstərəcək. Yəni bundan sonra kitab oxuyanlar yalnız səhifəni çevirməyəcək, eyni zamanda qəhvəni də qarşılayacaq. Bu xəbəri eşidəndə əvvəl zarafat edirlər deyə düşündüm. Amma son vaxtlar o qədər qəribə şeylər baş verir ki, artıq bir çox şeyə inanmağa başlamışam. Əgər peşə məktəbinin müfitində market ola bilirsə, düşünürəm ki, bu sürətlə getsək, Sabah rayon xəstəxanasının müfiti də karaoke kimi fəaliyyət göstərəcək. Yeni formatda kitabxanaya gələn oxucuların qarşısında belə bir mənzərə təsəvvür edirəm. Kitab rəfləri arasında stol-stullar, əsərlərin yanında desert menüsü və sakit olun, kitab oxuyan var deyil, sakit olun, qəhvə köpürür elanlar olar yaradır. Hazırda məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, Bərdə sakinləri artıq zarafatla belə deyir, biz möcüzələr dövründə yaşarıq, kitablar da inad edib qəhvə istəyirlər.